أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Bismillahirrahmanirrahim. Elhamdülillah vahde ve salatu ve selamu ala men la nebi ba'de. Mühterem Müslümanlar, biz Allah'ın izniyle 4 kitabının şerhine devam edirik. Deməli, biz birinci dərsdə kitabı şərh edən şeyximiz Xalid Raddadi haqqında qısa məlumat vermişdik. Bugün isə müəllifin sözündən başlayırıq. Qaləl müəllif rahimehullah teala, kitabın müəllifi buyurur ki, Bismillahirrahmanirrahim kitabını bəsmələ ilə açmışdı. Şərh edən buyurur ki, İftətəhə müəllif rahimehullah həzi risaləti mübarək bil bəsmələ kəsəri rasail əhlil ilm və malifətihim və zəlikə minhu li'iddətul umur. Şərh edən buyurur ki, kitabın müəllifi, Allah ona rəhmət eləsin, öz bərəkətli, mübarək kitabını, risaləsini bəsmələ ilə açmışdı. Necə ki, bunu elm əhli öz yazdığı kitablarında və öz yazdıqları əsərlərdə etmişdilər. Və bu da bir neçə səbəbə görədir. Birinci səbəb, iqtida mi kitabillahi ta'ala, uca Allahın kitabına tabi olaraq. İz hiyə əvvəli ayətin fihi alə qavli ba'dəl əhli ilm. Çünki elm əhlinin bəzisinin sözünə görə Bismillahirrahmanirrahim Quran-ı Kərimdə 2 ayədir. Həys iftidəha və sahabət radiyallahu anhum mushaf Osmani bihə və tələvhə və təbihəm cəmiyyələ mən kətibəl musannif ba'dəhum fi cəmiyyəl əmsar. Çünki sahabələr özləri yazdıqları mushaflarında və başqalarına yazdırdıqları mushafda bəsmələ ilə başlamışlar və bu cür oxumuşdular və onlardan sonra gələn kitab yazanlar da bu şəkildə etmişlər bütün bölgələrdə. Bütün bölgələrdə. İkinci, "Ottiba'an li hadi Nəbi sallallahu aleyhi və səlləm fi məkətəbəti və murasalatihi." İkinci isə Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə tabi olaraq. Kəkitəbətihi ilə Herakl azim Rum kəmə cəə fi zəlikə fi hədis Əbi Sufyan radiyallahu anhu fi əvvəli sahihil Buxari. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm göndərdiyi məktubları, risalələri Bismillahirrahmanirrahim ilə başlayırdı. Necə ki, böyük Rum imperatoru Herakla göndərdiyi məktubda bu cür başlayırdı. Və bu barədə hədis Səhih Buxarinin əvvəlində Əbu Sufyandan Allah ondan razı olsun gəlmişdir. Üçüncü isə imamların yoluna tabi olaraq. Əhl-i-Sünnə imamlarının yoluna tabi olaraq. Qalən Hafız İbn-i Cərir, İbn-i Həcər rahimehullah teala, Hafiz İbn-i Həcər, Allah ona rəhmət eləsin, buyurur ki, وَقَدْ اسْتَقَرَّ عَمَلْ أَهْلِ أَئِمَّةِ الْمُصَنِّفِينَ عَلَى اِفْتِتَاحِ كُتُبِ الْعِلْمِ بِالْمَسْوَلَةِ وَكَذَا مُعْزَمَ الْكُتُبُ الرَّسَائِلِ. Hafiz İbn-i Həcər, Allah ona rəhmət eləsin, buyurur ki, alimlərin çoxu kitablarını Bismillah ilə açırdılar. Əksər risalələr, kitablar da bu şəkildə başlayır. Sonra isə şərh edən keçir qavluhu Bismillah. Yəni Bismillah nə deməkdir? Bismillah cərul məcrur. Bismillah əvvəlində bi cər ədatı gəldiyi üçün yiyəlik haldadır. Və huma mutaalliqani bi mahzufin taqdiru fi'l muakhkhar munasib məqami taqdiruhu Bismillah aktu aw usannif. Yəni bu Bismillah kəlməsi Bismillah əslində təqdirdə olan feillə əlaqəlidir. Yəni feil zahirdə görünməsə də əslində isə mövcuddur. Mövcuddur və feil Bismillah'dən sonra gəlir. Bismillah'dən məqamına münasib olaraq Bismillah'dən sonra gəlir. Məsələn, Bismillahi aktubu, Allahın adı ilə yazıram. Əv usannifu və ya da Allahın adına kitab yazıram. Qaddarna fi'lən, feili təqdirdə gətirmişik, yəni zahirdə mövcud olmasa da gizlində feil var. Li'annəl əslül fil əməli əl-əf'al. Çünki əməllərdə əsl olan feillərdir. Əməllərdə əsl olan hərəkətdir, feillərdir. Və qaddarnahu muaxiran li fəidəteyn. Və feili sonradan gətirmişik. Yəni demirik əktubu bismillahi. Yazıram Allahın adı ilə. Bismillahi əktubu. Allahın adı ilə yazıram. Feili sonradan gətirmişik. Ona görə ki, 2 səbəbə görə. Əl-ulə, birinci, təbarruk bil bidəəti bismillah subhanahu wa ta'ala. Allahın adından, Allahın adı ilə başlamaqdan bərəkət umaraq. Allahın adından başlamaqdan bərəkət umaraq. Əth-thaniyə ifadətul hasr li'anna təqdimul muallaq yufidul hasr. İkinci isə, yəni burada məqsəd nədir? Məhdudlaşdırmaqdır. Məhdudiyyət ifadə etməkdir. Çünki əvvəldə məhsul gizli feili gətirmək müəyyən bir məqsədə yönəlir və onu uyğunlaşdırır. Aydındır? Yəni biz sonradan gətirdiyi feili nə deməkdən ötürü? Məhdudlaşdırmaqdan ötürü. Və qaddarnahu munasibən li'anna ədəllu aləl murad min ləv qalə qulna məsələn indəmə nurid ən nəqra kitabən bismillah nəbtədi lakin bismillahi nəqra yəkun ədəllu aləl murad əlləzi əbtədu bihi.
Və deyir ki, sonra, çünki məqsədin açıq aydın olması üçün belə bir ifadə daha münasibdir. Məsələn, bir kitab oxumağa başlayanda deyirik ki, Bismillah ilə başlayıram. Lakin Bismillah ilə oxuyuruq desək, məqsəd açıq-aşkar olmaz. Əl-ism, yəni deyir, Bismillah'da binidir, sonra isim deyir. İsim nədir? Əl-ismu fi lüğatı müştaqqun min sum və huvəl-ulu vəl-irtifa. İsim sözünə gəlincə, isim ərəb dilində sumuf kökündəndir. Bu da ucalıq və yüksəklik deməkdir. Və huvəl-ləfsu dələt aləl-musammə və mə kənəl-musammə. İsim bir şeyi adlandıran və onu digərlərindən ayıran sözə deyilir. Bismillah ifadəsinin bəzi qaydalar. Hüzmətil əlf min bismillah fi xattil ixtisar əv təqfifən li kəthətil istimal və bə'il musahibətir və isti'anə. Yəni burada bismillah sözündə əlif hərfi ixtisar olub. Yəni bəydən sonra əlif yazılmır. İxtisar olunub. Bu da yüngülləşdirmək üçün ixtisar olunub. Çünki ərəb dilində çox işlənən ifadələrdə tez-tez belə qısaltmalar mövcuddur. Tez-tez bir qısaltmalar mövcuddur. Bismillah ifadəsində bə hərfi istifadə və ya da yardım istəyini ifadə edir. Allahın adı ilə, yəni Allahın adından yardım istəyərək. Sonra isə köçürür Allah sözünə. Və qavlu Allah. Allah sözünə gəlincə məxfudun aləl izafə. Və Allah sözü izafə qaydasından gəlmiş. Yəni Allahın adı ilə mudaf ilə izafə qaydasından gəlmişdir. Və aləmun aləl bari. O, Cəllə və alə, o Allah Azza və Cəllənin adlarındandır. Və huvə a'riful ma'arif aləl itlaq. Və deyir ki, ona görə də yəni bu Allahın adlarından bir addır. Allah sözü bütün gözəl adları və ən uca sifətləri özünə cəm edir. Əl-cəmi'u li-mə'anil əsma'il husnə və sifatil ulya. Və Allah adı bütün gözəl adları və uca sifətləri özünə cəm edir. Və lihədə yudafu ileyhi cəmi'ul əsma. Ona görə də bütün adlar ona aid edilir. Yuqalu məsələn deyilir ki, Ar-Rahmanu min əsma'illah. Rahman Allahın adlarındandır. Və la yudafu huwa li eyyi şey. Yəni o isə başqa şeyə aid olunmur, izafə olunmur. Yəni Allah sözünə izafə olunur digər adlar. O isə başqa şeyə izafə olunur. Huwa müştaqqun men ələhə yələhu izə ubidə. Yəni yələhə yələhu sözündən götürülmüşdür. İlah olmaq məqsədini daşıyır. O sözdən götürülmüşdür. İzə ubidə ibadət etdiyi zaman minhu qavluhu rubə və onun da rubənin sözü yəni lillahi daril ganiyyətul muddə səbbəhna və istəcə'nə min təəlluhi. Yəni bu şiirdir ərəb dilində, yəni beytdir. Yəni bu beytin məqsədi var əslində. Yəni bu beytin məqsədi odur ki, yəni əvvəllər bir insan var idi, o yaxşı əməllər görmürdü. O adam yaxşı işlərlə məşğul deyildi. Yəni sonra isə, yəni günahkar işlərlə məşğul, sonra isə tövbə edir və doğru yola yönəlir. Qadınlar onun yanına gələndə gördülər ki, o artıq Allah təsbih edir və Allahdan bağışlanma deyir. Onlar hamısı onun halına təəccüb edilər. Və dedilər, Subhanallah dedilər, o istircən dedilər, İnnə lillah və innə ilə raciun. Ona görə səbbəhnə və istərcə'nə min təəlluhi. Yəni onun ibadətini görüb, həmin qadınlar təsbih elədilər təəccübdən və istircə'nə. İstircə'də nədir? İnnə lillah və innə ilə raciun sözünü dedilər. Ət-təəlluh huvə təəbbud. İlahlıq ibadət olunan deməkdir. Və huvə bimə'nəl mə'luh. Yəni o da mə'luhun mənasında ey mə'bud, ibadət olunan deməkdir. Və huvə dəlun alə sifətil ləhu və hiyə iləhiyyə. Bu da onun sifətinə dəlalət edilir. Bu sifət də ilahlıq sifətidir. Bu sifətlərdən biri də ilah olma, ilahlıq sifətidir. Və əsluhu əl-iləh hüzfətə həmzədə və ədğamət ləm billəm fəqilə Allah. Yəni o sözün kökü, yəni söz əslində əl-iləhudur. Tələffüzü asanlaşdırmaq üçün həmzə hərfi ixtisar edilib. Və ləm hərfi uzadılıb, beləcə də Allah deyilib. Və mə'nahu, yəni Allah sözünün mənası zul uluhiyyət vəl-ubudiyyət alə xalqihi əcməin. Allah adının mənası isə uluhiyyə və qulluğun ibadətin bütün məxluqat üzərində olmasıdır. Yəni zu uluhiyyə, yəni ilahlıq sahibidir, vəl-ubud ibadət sahibidir bütün qullar üzərində. Bütün qullar üzərində ilahlıq və ibadət sahibidir. Qalə bə'dül uləmə, yəni bəzi alimlər qeyd etmişdilər ki, İnnehu ismullahil a'zam. Allah onun ən böyük adıdır. Onun ən böyük adı. Və ləm yətəsəmmə bi qayruhu. Və başqası ondan adlandırılmaz. Və lidəlikə ləm yuthnə və ləm yecmə. Yəni ona görə də bu ad nə ikilikdə gəlməz. Yəni nə ikilik qaydası var, nə ikilikdə gəlməz, nə də cəmdə gəlməz. Huvəl əhədun təvili qavluhu təala.
Yəni bu da Allahın bu sözünə uyğundur. Həl ta'lemu lehu semiyyə. Heç ona ad baxımından bənzərini tanıyırsanmı? Məryəm surəsi 65-ci ayə. Ey mən təsəmmə bi ismihillez huvallah. Yəni onun adı olan Allah adından kim adlandırıla bilər ki? An Abdullah ibn Abbas radiyallahu anhuma. Abdullah ibn Abbasdan, ondan Allah atasından və ondan razı olsun. Qale Allahu zul uluhiyyət vəl ubudiyyə alə xalqihi ecma'in. Allah qullarının hamısının üzərində tək ilahlıq və ibadət sahibidir.